Gözəl insanlar, hər vaxtınız xeyir olsun. İsmailli meşələrindən sizi salamlayıram. Hamıya bol şans, uğurlar. İnşallah sizin o pul kisələriniz bu arxa fondakı yamyaşıl olsun, o formada olsun. Deməli dostlar, hamıya xoş istirahət əvvəlcədən. Dünən Barcelona'nın oyununa baxdıq, yəqin siz də baxdınız və əmsallarla çıxan orada nə idi? 5-1-4-2. İndi burada bir pauza eləyəcəm. Sual verib sonra pauza eləyəcəm ki, 5-1-4-2 demirəm. Ən azı 4-0'lıq oyun idi yoxsa yox. Bir də Bilbao'nda qaçırdığı deməli Berenguer idi yoxsa Goruzeta ilə vurdu. Oyan Sanset, üzr istəyirəm. Dirəyə vurdu. Amma cəmi bir dənə net momenti oldu da. Bilbao'nun Barcelona nələri qaçırdı. Yəni siz sözümü nəyə gətirirəm? Məzuniyyət rejimində gedən bəzi komandalar var. Hələ də məzuniyyətdən dönməyən Yamal beynində adamlar var, tiktokerlər var, ancaq işi gücü ayaq arası atmaqdır. Dünən Telegramda yazdığım kimi, Telegramın da adını ekranda görürsünüz. Telegramda yazdığım kimi adama deyərlər ki, duxum vardı, onu Nuno Mendes eləyərdin. Eləyərdin, onu da sənə deyərəm. Bu belə dostlar. TFC agent kodu ilə 244-780 bizim agent kodumuzda ekranda da görürsünüz. Oynayanlar. Onlar məsələn indi yəqin ki artıq sabahdan başlayacağım bonuslarını bölüşdürməyə. Aylıq bonuslarını əldə edirlər. TFC-də oynamaq çox sərfəlidir. Bunu qısaca deyim. Zaman-zaman belə paylaşımlar da eləyirik əslində. Məsələn, canlı mərclərdə vergi sizdən çıxılmır. Bu gözəl bir avantajdır. İkincisi, deməli, özləri ən yüksək depozitin bonusunu verirlər. Sonra ona deyirlər VIP bonus da, belə deyək. Hər həftənin birinci günü oturur balansınıza. Sonra bizim öz bonuslarımız dedik. Minimum 20 manat olmaq şərti ilə, əgər siz ilk depozit edirsinizsə, bax, indi bu videodan sonra fikrinizi qərarlaşdırdınız və gəldiniz TFC-yə, o zaman təbii ki 244-780 agent kodu ilə siz 25% bonus əldə etmiş olursunuz. Dostlar, prinsipcə belə, saytımız tıkır-tıkır işləyir. Nəsə deyəcəkdimmi? Bu analiz məsələsində qısaca onu da deyim ki, məsələn, bəzən, bax belə danışaq da, bu Barcelona əmsalları bir də nə vaxtsa qarşımıza çıxsa, yazacağım ki, bax dostlar, bu 6 plus çıxan oyun idi, amma 2-0 bitən Barcelona Atletik Bilbao oyunu idi. Özünüz həmin oyunda izləyəcəksiniz ki, nələr baş verir. Bax, belə, yəni dünənki oyun ən azı 4-0'lıq bir oyun idi. Sonra, məsələn, Lask oyunu ilə bağlı mənə bir nəfər yazmışdı ki, Lask Celtic, yazıda Celtic Lask oyununda ilk oyun 3-0 bitmişdi. Mənə yazmışlar ki, bir nəfər yazmışdı ki, çox analizdir 0. Mən əgər TikTok videosuna gedir söhbətdə, TikTok videosunda bir çalışıq 1 dəqiqə hər şeyi sığışdıraq da. TikTok'un algoritmləri bunu tələb edir də, 1-2 dəqiqə aralığında bir şey paylaşasan. Əgər mən Lask'ın oyununu izləmişəmsə və özdə orada da uzor vurmuşdu, saymadılar Celtic-in oyunda. Əgər mən oyunu izləmişəmsə, mən burada sizə bla 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 durum nə yalan boş-boş nə izah edeyim. Mən izlədiyim komandadır. Mən bilirəm ki, o Celtic-ə vurar. İkinci oyunda nə oldu? Celtic-i atdılar bayra. Mitilin atdılar bayra. Həmin o Adeniran qolunu tövsiyə eləmişdim. Yəni belə şeylər olur, şey eləməyin. Yəni çox tırkaya çalışın getməyin heç vaxt. Keçdik dostlar bugünkü analizlərə. Hamıya bol şans, uğurlar. Bəzi qeydlərimi də aparmışam burada. Onlardan danışacağım. Başlamaq istəyirəm. 17:00-da şənbə günü Haken Vasterasla oynayır. Mənə görə bu oyun Vasterası sizə 2 həftə izah elədim və Vasteras demişdim ki, rəqib seçir. Xatırlayırsınız bu sözü. Örgriten oynayırdı və Vasterası az çox sizə tanıdınız. Örgriten ümumiyyətlə 3 həftə sağdıq, artıq bəsli çəkildik qırağa. Hakendəki əla komandadır. Mənim ən bəyəndiyim komandalardan biridir. Bu arada Hakenda ekstra, indi birdən yadıma düşdü. Haken dəhşət korner oynayır özü. Bunu da nəzərə alın. Amma o liqalarda bəzən 9 yarım, adətən 10 yarımdan açılır kornerlər. Mən ona görə o cür seçimlərə getmək istəmirəm. Hərçənd axırıncı bundan qabaqki tur idi. Nəsə də bu axırıncı son 2 turdan birində Haken özü 12 korner vurmuşdu. Oyunu unuttum hansı oyun idi. Nəsə, önəmli deyil. Mənə görə burada günündə olan Haken bu Vasterasa Hakenin oyundan dolayı hətta buraxma ehtimalı da var deyə Hakenin özü tək başına bu oyunu 2-5 üstə apara bilər. Artıraq bunu tərəfə getməyi sevməsəm də Haken qələbə 2-5 üst. Ağlınıza batırsa siz mütləq şəkildə öz analizlərinizi eləyin. Bizim artıq ödənişsiz
belə deyək də WhatsApp qrupumuz var. TFC agent kodu ilə oynayanlar var orada. Bizim TFC agent kodumuzla oynayanlar mən orada analizləri bölüşürəm və orada o dataları da paylaşıram. Ödənişsiz qrupdur. Məsələn, orada da yazıram, hər dəfə yazıram ki, xahiş edirəm, öz analizlərinizi mütləq şəkildə eləyin. Belə, Leipzig, München, Gladbach. Bax, birinci turdur. Mənim üçün həmişə çempionat nə vaxt başlayır? Üçüncü turdan. 1-2 aldadıcı ola bilər də, ev, səfər. Artıq bu iki performansı tutuşturanda başa düşürsən nə var, nə yox. Amma ehtimal edəcəm ki, burada mən buradan bir dua eləmək istəyirəm. Bax, bu mahnını eşitirsiniz. Mən buradan bir dua eləmək istəyirəm. Allah bizə zövq versin. Allah bizə başqalarına hörmət eləməyi nəsib eləsin. Amin deyən dillər var olsun. Və davam edirəm videomu. Yəqin ki, bu mahnını eşitirsiniz də. Gəlmirsən istirahət eləmək, mütləq şəkildə hansısa zövqsüzün zövqlü hesab etdiyi mahnıya qulaq asmaq məcburiyyətindəsən. Siz belə eləməyin inşallah. Eləməzsiniz yəqin ki. Məsələn, mənim maşınım orada sam sakit yanıb. Atamın da maşını sakit yanıb, dayımın da. Bir dənə mahnı səsi yoxdur. Leipzig, München, Gladbach. Burada Leipzigdən evində qələbə ən azı 1-5 gözləyirəm. Ağlınıza batırsa, çox danışmaq istəmirəm. Hətta düşünürəm ki, Leipzig baskıdan dolayı birinci hissədə kornerdə oynayar və hətta gol da vurar. Bu da ekstra şərhlər olsun, bəlkə dəyərləndirə bilərsiniz. Strasbourg, Lens. Dostlar, Lens nadir komandalardan biridir ki, heyətini demək olar qoruyub saxlayıb. Bütövlükdə qoruyub saxlayıb demək olar ki. Və Strasbourg ilk oyunda nə oynadı? Mən 3-5 gözləyirdim oyundan, Marseille'nin oyunda atdım, amma Strasbourgdan da gol gözləyirdim açığı. Deməli, Strasbourgda ki, bu Panicelli yoxdur, Godo yoxdur. Çox ciddi bir təsiri. Bir də Enzi sonunda Ipswich'ə satıblar da, Ipswich haqqında danışacaq. Satdılar və əməlli başlı bu Panicellinin gol kralı da bilirsiniz, keçən mövsüm o oldu gol kralı, yoxsa Lepoli oldu Rennes'dəki. Nəsə, bu imanımı yandırmayayım. Gol krallığındaydı ən azından, bunu bilirəm. Və hətta Argentina millisinə dünya çempionatına gedəcəkdi, sadəcə zədədən dolayı gedə bilmədi. Bu uşaqların sağalmağı vaxt aparacaq. Onlar da komandanın əsas oyuncularından, 3 oyuncusundan, 4 oyuncusundan biridir. Burada mən artıq fikirləşəm ki, bu Strasbourg'un ev oyunundan dolayı və Lens'i zaten tanıyırıq. Lens artıq 3-500 komandası olub da, görmüsünüz. PSG ilə oyunda PSG-nin başına oynatırdı. Mən fikirləşəm ki, burada dostlar 2-5 üstü biz görəcəyik, qarşılıqlı qolla hətta görə bilərik. Amma seçimim 2-5 üstü, ağlınıza batırsa dəyərləndirə bilərsiniz. Servet Luzern. Burada açıq deyimsə, Servetdən 2 gol gözləyirəm, Servetdən time'da gol gözləyirəm. Əsas seçimi başa düşdüyünüz kimi, mənim heç vaxt əsas seçimim filan kəs birinci hissədə vurar olmayıb da. Mənim əsas seçimim Servet 2 gol vurar. Hətta mən Servetdən qələbə 1-5 gözləyirəm ən azı. Amma Servetin time'da vuracağı gol da ekstra şərh kimi mənim üçün önəmlidir. Belə. Çünki bunlar aşağı-yuxarı eyni beyində olan komandadırlar. Biraz Luzerni ipə-sapa yatmayan komandadır. Bu açıq futbolu sevir. Bu açıq futboldan dolayı səfərdə, evdə fərq etmir. Luzern həmişə gol buraxmağa, qapıları taybatay açıq saxlayır. Ən sevmədiyim, hətta nifrət bəslədiyim bir baş məşqçidən danışacağım. Niko Kovac, Dortmund Hamburgla oynayır. İlk turdur, başa düşürəm. Deməli, dostlar, mənim Niko Kovac'a olan nifrətimi, antipatiyamı bilirsiniz. O məşqçi deyil, o heç o məşqçi olmayıb. James Rodriguez'in müsahibəsində, James Rodriguez Niko Kovac yazın, özünüz başa düşəcəksiniz, söhbətindən gedir. Ancaq camada fizika öyrədir, yəni fiziki məşqlər öyrədir və ancaq James Rodriguez artıq bir gün Bavariyada olanda təngə gəlmişdi və demişdi ki, biz marafona hazırlaşırıq, yoxsa nə edirik? Yəni, ancaq velo trenajör sürüb. Mən texnikalı oyuncusuyam, mənim oyunum dirijoruq üzərində qurulub. Mən niyə bu qədər ayağa işləməliyəm? Bunu dilə gətirmişdi və axırda Niko Kovac elə bir şərait yaratmışdı ki, klubdan getsin. Nəsə, uzun sözün qısası. Bax, burada 2 dənə proqnoz verəcəm əvvəlcədən. Sonra toydan sonra nağar olmasın. Keçən il bununla bağlı 5-də 5 eləmişdim. 1. Niko Kovac. 2. Gəlin baxaq, bir dənə yadıma salın burada. Kimdir? Bilbao'nun başında duran Edin Terzic. Bu baş məşqçilər mənə görə mövsümün sonunu görməyəcəklər. Hətta qış transfer pəncərəsinə qədər böyük ehtimal ikisindən biri dəqiq edəcək.
Mövsümün sonu mənə görə görməyəcəklər. Onlar məşqçi deyil. Eden Terzic üçün başqa problem var, o barədə danışacaq. Qorxaqlıq var onda. Dostlar, mövzudan kənara çıxmamaq şərti ilə Dortmund Hamburg oyununda, Hamburg'un da bir-iki yaxşı transferi var. Əsasda Patson Daka, Taran tipli hücumçu transfer edib. O gün oyunlarına baxdım, kubok oyunlarına baxdım. Veron'la oynayırdı. Mən burada dostlar açığı 2-5 gözləyirəm. İndi soruşarsınız ki, qardaş, kimin 2 qolu ilə gedər? Hamburg'un mu, Dortmund'un mu? Və biraz dərədə təpədə qalmışam əslində. Dortmund'un ev oyunlarını biz aşağı yuxarı bilirik. O oyundan dolayı mən qorxuram ki, hətta Dortmund birini buraxacaq məncə. İkincini də buraxmağa namizədlərdən biridir. Amma ataq ortalığa 2-5 üst. Heç vecimizə də olmasın. Və keçirik 22-30 Nürnberg, Arminia Bielefeld. Burada da mən qarşılıqlı qol gözləyirəm. Məncə amma Nürnberg ikiliyə də bilər burada. Qarşılıqlı qol və ikiliyər nəyə görə deyirəm? Bizim daimi izləyicimiz var, Zaur. İndi məsələn biz TikTokda canlı yayımda olsaydıq, o təsdiqləyərdi. Bundesliga 2-dən yaxından izləyən adamdır. Və deyərdi ki, abi, bəli, həmişə demişəm bu sözü, Bundesliga 2-də çalışın qol-qol yox, hətta bir-birdə qalsa belə, qol-qol yox, 2-5 üst oynayın. Bir göz qırpımında komandalardan biri ikiliyə bilər, ondan sonra sən artıq qol-qol yox, 2-5 üst sıxırsan da faktiki. Belə. Juventus Parma. Kenan Yıldız zədələndi axırıncı oyunda, amma axırıncı oyunda Spalletti Frosinona'ya qarşı bir futbol oynatdı. Frosinone, mən açığı qorxurdum ki, oyun 0-4-ə zada gedəcək bir göz qırpımında. Olmadı. Yıldız da zədələndi. Səhv etmirəmsə, axırıncı xəbərlərə görə ən azı 3 ay meydandan kənar qalacaq. Və amma mən onu əvəzləyən bilən tapılacaq. Və Spallettinin oyunu Yıldız üzərində qurulmayıb ki, bu ona təsir eləsin. Və yaxud da ki, nə bilim, Locatelli üzərində qurulmayıb və s. və ilaxır. Burada evində oynayır, Parma ilə oynayır. Mən hətta burada qorxuram ki, siz bunu bəs edəcək qədər özünüz üçün götürün. Mən burada deyəcəm ki, Juventus həmin oyunu Frosinona'ya qarşı oynasa, deyirsiniz ki, Frosinone hara, Parma hara. Parma 2-3 əsas oyuncusunu transfer etdi, satdı. Onlardan biri Çirkatidir və s. digər oyuncular da var da. Frosinone evində, Parma səfərdə demək olar ki, eyni komandada aşağı-yuxarı. Bunlar zaten aşağı-yuxarı eyni komandalardır. Mən qorxuram ki, bir göz qırpımında bu oyun 4-0-a falan gedə bilər. Məsələn, mən 1+3-5 üst deyirəm. Siz bunu sığortalayın, götürün, nə bilim, 1-5 üstdən və s. və ilaxır. Və keçirik sonuncu oyuna dostlar. Zvolenek Nijmegen'dən oynayır. Nijmegen səfərdən gəlib. Yorğundur. Nisbətən də olsa yorğunluq var. Nijmegen düşünürəm ki, burada Zvolle ilə elə bizim bildiyimiz Nijmegen oyununu oynayacaq. Məsələn, Bodo Glimt'dən axırıncı oyuna baxdım. Saytımıza statistik olaraq şey qoymuşduq ki, Bodo özü 3 qol vurar. Burada belə bir şey var dostlar. Nijmegen Bodo ilə səfər oyununda başa düşdük ki, artıq bu oyunun geri dönüşü olmaz və ekonom rejimdə oynadı. Ciddi rotasiyaya getdi mi deməzdim, amma uşaqlara dedilər ki, abi, ekonom rejim bitib artıq, biz Avroligaya gedirik, xeyirli olsun, bu da nəticədir, yaxşı nəticədir, Nijmegen kimi komandaya və Zvolle ilə oynayır. 2-5 üst deyəcəm dostlar. Kim necə istəyir? Məsələn, mən düşünürəm ki, qol-qollu olacaq, amma 2-5 üst götürək, qoyaq ortalığa, nə ola. Və keçirik bazar gününə. Buradan bir bəyəni istəyəcəm sizdən və bazar günü 15:30 Gent evində Brüggeni qəbul edir. Gent dünən oynadı. Mən bunu cümə günü çəkirəm, bu videonu. Gent dünən oynadı. Qırğın qiyamət bir oyun oynadı. Və kimə qarşı oynayır? Yorğun oynayır. Gent 90 dəqiqə oynayıb, istirahətə daha az vaxtı var və Brügge ilə oynayır. Bu mövsüm Brügge 4-cü turda, bu səhv etmirəmsə, 3 məncə. 3 oyundur Brügge qol buraxmır. Brüggenin ən sevdiyi iş nədir? Birinci taymda vurmaq. Brügge hələ də qol buraxmır. 2-5 üst deyəcəm bu oyuna, icazənizlə. Amma məncə Brüggenin canlıdan bu seriyanın qırılması gözləyə bilərik. Brügge yaxşı transferlər elədi, daha doğrusu transfer out satdılar, amma yaxşı da oyuncuları heyətlərinə qatıblar. Bu konveyer dayanmadan işləyir, zavod dayanmadan işləyir, amma ön tərəfdəki o canavarların demək olar ki, hamısı qalıb, Zolis gedib. Bu arada Arsenal fanatlarını özümü tutub deyirəm, yəni oxuduğum üçün bunu deyirəm, mən səhv tutmağı qətiyyən sevmirəm. Onun soyadı belə oxunur.
Tzolis. Tsolis yox. Ruslar T ilə yazır, Tsolis. T-zı ilə deyənlər var, D-do, Tzolis oxunur. Dəqiq oxumuşam bunu, səslənişinə baxmışam. Bir maraqlı məlumat kimi atdım ortaya. Bəlkə də Arsenalın oyunlarını İdman TV-dən izləyəndə və ya ki, başqa bir kanaldan izləyəndə özünüz üçün bir viktorina keçirdə bilərsiniz, görək. Mərz gələ bilərsiniz dostlarınıza, görək soyadını necə deyəcəklər. Belə. 2500 deyək bu oyuna keçək. Leeds Brentford. Dostlar, Brentfordun axırıncı oyununda bir şey gördüm. Brentfordun açın, mən çalışacağım bu videoda, bu montaj vaxtı bura qoyum, ekrana qoyum. Ön tərəfinə baxarsınız, məncə texniki problem olmaz ondan bağlı. Brentford Tottenham'ı 3-0 darmadağın eləyir. 3 nə qədər XG yığıb səhv etmirəmsə, dəqiq 4-ə yaxın XG yığmışdı səhv etmirəmsə. Və ön tərəfin sadəcə oyuncularına baxın ki, hansı reytinglə oynayıblar. Və indi müdafiə tərəfə baxın. Bu komandanın kimliyini ortaya qoyur. Brentford bütün heyəti demək olar ki, qoruyub. Baş məşqçisini qoruyub. Kate Andrews deyir ya, o yaxşı videolar var, o adlar necə oxunur. Deyilir daha doğrusu. Kate Andrews, elə deyir də o. Andrews. Deməli, baş məşqçidə qalıb. Leeds də ilk oyunda gördüyü nətər oynadı, amma Ellen Road da başqa cür oynayır. Leeds çox təhlükəli komandadır. Farki, keçən mexaniki səhv eləmişdim. Deyəsən, demişdim ki, Farki yeni məşqçidir. Yox, Farki artıq neçə ildir Leedsdədir. Bu Leedsin memarıdır. Red Bull projesi olaraq belə deyək. Və Leeds burada məncə vurar. Brentfordumuz vurar. Hətta Brentford time'larda birisi ki, vurmağı sevir və bu məşhur outlar. Və məncə 2-5 üstə də gedəcək bu oyun. Şəxsi düşüncəmdir. Belə, 1-5 üstü var oyunun. 2 üstü var bu oyunun, dostlar. Canlı üçün dəyərləndirə bilərsiniz. Amma Sunderland Fulham oyununa başqa bir şey deyəcəm. Növbəti proqnoz olsun. Bu Fulham'ın Arbeloa gələndən sonra fikir verdiniz, Real Madriddən gətirdi bir oyuncuları. İndi yaxşı oyuncudur, pis oyuncudur. Bunu Alvaro Garcia, məsələn, Alvaro Garcia'ydı, yoxsa Garcia'nın soy adı nədir, yadımdan çıxdı, nəysə, tapıb qoyaraq bura profilini. Garcia'nı gətirdilər, yaxşı hücumçudur, həmişə bəyənmişəm onu. Bu 2 mövsüm əla oynadı, həqiqətən də. Joker kimi də bəzən çıxırdı. Amma Sunderland birinci oyunda topu özündə götürdü, saxladı. Amma kilidi belə, tam belə istədiyi kimi aça bilmədi və o... Mən açığı orada heç bir proqnoz da verməmişdim. Sadəcə izləmək istədim ki, mən multi rejimdə izləyəm ki, bu Sunderland nə eləmək istəyir? Gördüm ki, həmin Sunderlanddir, amma Regis Lebrisə yaraşmayan şəkildə müdafiədə səhvlərə yol verməyə başladılar. Məncə o səhvlərin üzərində işləyəcəklər evində. İndi özünüz görəcəksiniz də ki, bu daha tutqun, daha effektiv hücumlar görəcəksiniz. Bu Angulonu da alıb gətiriblər, 10 nömrəni də veriblər çiyinə, inşallah ki, haqqım verər. Burada bir məsələ var. Bunu toydan sonra nağara olmasın deyə mən burada konkret misallar gətirmirəm, amma belə pis çıxmasın, quyruğumuzu tapdalasalar ad-bad deyərəm ki, kimlər hansı oyunlara nə proqnozlar verir, o bəzən o az qala əstəğfurullah Allah yerinə qoyduğunuz insanlar var, deyir ki, Qarabağ oyununda mən açığı çox gol gözləmirəm. Abi da çox gol, bundan artıq nə gol olmalıdır? 10-10 olsun hesab. Amma hamını Allah yerinə qoyub, niyəsə mən ortada şey eləyər ki, sən analiz bilmirsən. Okey də yaxşı, mən oyunları izləyirəm. Sadəcə mən, belə deyək də, siz də mən bağışlayın, poxdan konfet düzəltməyə bacarmıram. Olduğu kimi deyirəm hər şey. Poxa pox deyirəm, konfetə konfet deyirəm. Yanınızda ailə üzvləriniz varsa, övladlarınızın alnından öpürəm, xanımınızdan da şəxsən üzr istəyirəm bu sözümə görə. Amma əgər xanımınız və yaxud ki, ata-ananız yanınızdadsa, əllərindən öpürəm. Amma olduğu kimi demək lazımdır hər şeyi. Mən sadəcə bəziyə bilmirəm. Rus sektorunda oxuduğuma görə, nə bilim, və s. Mən burada, məsələn, Dayaz məlumat verə bilərəm. Sunderland'in evində mən nə cür oyun gözləyirəm sizə. Onu deyəcəm indi. Fulham, dostlar, bir oyun oynamadan Xabi Alonso'nun sevdiyi hesabı verdi sadəcə 3-2. Xabi Alonso xoş gəldin elədi ki, mən yenə də gəldim 3-2'lərlə. Bayer Leverkusen'də nətər oynayırdı? Abi, qəribə mənasız qollar vurdular. Garcia'nın qabağına düşdü və s. və axır. Nəsə də, yəni ekstra bir oyun göstərmədi. Sadəcə Alonso'nun buraxdığı heyət və s. Bu, belə bir oyun oynadı. Craven Cottage'da. Sunderland burada məncə topu götürəcək. Fulham'ın da bir oyunu var. Mən deyirəm, Sunderland hissə qazanar, artırıram. Sunderland 2 top vurar. İnşallah ki, vurar.
Belə. Manchester United, Ipswich. Manchester United və Real haqqında ikisini birləşdirib bir şey deyəcəm. Amma Real ikinci oyunda göstərdi ki, yox, biz gəldik. Məzuniyyətdən artıq qayıtmışıq. Liverpool'da mənasız bir mövsüm keçirən Konatı meydançanı süpürür. Əla oynadı. 2 oyundu. Deməli, United Ipswich'dən oynayır. Ipswich'də o bayaq dediyim o Enciso transferi möhtəşəm transferdir. Magic touch, ancaq bundan danışırlar və s. Əsl komanda oyunudur, dəli kim oynayır? Qarşılıqlı qol deyəcəm. Görək Manchester United məzuniyyətdən qayıdıb yoxsa yox. Və Manchester United məzuniyyətdən qayıdıb qoyaq bir qırağa. Evində necə oynayır biz onu bilirik. Qarşılıqlı qol deyəcəm bu oyuna. Bir oyun dəydi gözümə. Bu belə oyunları görəndə mən yan keçmərəm. Praga derbisi var Çekiyada. Sparta Praga, Slavia Praga'ya qarşı oynayır. Qırğın, Qiyamət, Balta, Tamagavk, MiG-29, F-16 kimin nəyi var gəlir məhlə-məhlə söhbətinə. Yəni bu derbilərə mən heç nə demək istəmirəm. Sadəcə bir şey deyəcəm. Qol-qol 2-500. İstəyir nə bilim əmsal 1.90. Heç əmsala valla baxmamışım. Gördüm proqramda, götürdüm. Və son, Edin Terzic oynayır Celta ilə. Abi bir komanda heç mi bir şey ortaya qoymaz? Bir komanda heç mi bir xarakter göstərməz? Oynayır Celta ilə. Celta məşqçisini də qoruyub, heyətini də demək olar ki, qoruyub. Mən bir şey deyəcəm burada. Yoruldum da bu şeylərdən. O qol-qol, bir, nə bilim, 2-500, o deyirik bəzən 1.40'larla falan götürürük. Kim necə istəyir? Mən bunu biləm ki, bunu əla şəkildə dəyərləndirəcəyiz. Celta 2 qol vurar. Bıçaq sümüyə dirənib Terzicdə deyə deyirəm. Açılar, açıq oyun oynayar. Celta 2 qol vurar. Və yaxud da ki, canlıdan 2 üst, 1.500, necə istəyir dəyərləndirə bilərsiniz. Məndən bu qədər dostlar. Allah'a əmanət olun. Uğurlar hamıya. Bol şans. Öpürəm sizi. İnşallah ki, gözəl bir proqramla, gözəl bir iş çıxardarıq. Amma yenə də deyirəm, çempionatların əksəriyyəti hələ də mənə görə başlamayıb. Özümü tonqal atıram, bax sizə görə. Belə minnət deyil. Çünki bunu çıxıb bir nəfər deməlidir. Hamı da gözləyir ki, kimsə qabağa düşsün. Mən də deyirəm bunu. Dayaz fikirlərimlə, kasat biliklərimlə, futbol anlayışı olmadan deyirəm bunu qısaca. İndi qalanı meydanda da nə baş verirsə. Öpürəm, Allah'a əmanət olun, başınızı ağrıtdımsa üzr hesab edin.